Van Gogh ən məşhur rəssamlardan biri hesab olunur. İmpressionist əsərləri yalnız muzey kolleksiyalarından əlavə olaraq Amsterdamda yerləşən Vincent Van Gogh muzeyində və Fransanın cənubunda yerləşən Vincent Van Gogh fondunda da nümayiş etdirilir. Hal-hazırda ona həsr olunan bir çox filmlər çəkilir, kitablar yazılır. Ancaq o sağ ikən bunların heç birini görməmişdi. Bundan əlavə olaraq o keçmişdə müəllimlik və saçlı işlərlə məşğul olmuşdur. Ancaq 27 yaşında qənaətə gəlmişdir ki, o rəsmi sevir və beləcə rəssamlığa qədəm qoymuşdur. Əsərlər olduqca qaranlıq, Xocəngyanın həyatını təsvir edir. Bunlar arasında Kartof Yeyənlər əsəri sənətkarların müşahidələri altında ən real əsər kimi təqdim olunmuşdur. Parisdə impressionist əsərləri sənətkarları kəşf edən Van Gogh sonra da renkli boyalarla istifadə edərək əyləncəli rəsmlər çəkməyə başlamışdır və nəticədə bu əsərlər ona öz istədiyi nəticəni verməmişdir. Və sonra da o sakit həyat sürmək üçün Parisə yollanmışdır. Parisin cənubundakı Arsel şəhərinə və buradaca o müalicəsini davam etmişdir. Müalicəsinin davam etməsinə baxmayaraq, o qulağının bir hissəsini kəsmişdir və bunun nəticəsində bir müddətdən sonra vəfat etmişdir və beləcə də həyatı başa çatmışdır. Sonra bu rəssam öz həyatı dövründə, yaşadığı dövrdə tanınmamışdır. Bu vəfat etdikdən sonra bunun qardaşı Teo'nun qardaşı, həyat yoldaşı Cəhannanın sayəsində tanınmışdır. Holland rəssamı Vincent Van Gogh'un Günəbaxanları silsiləsinə aid əsərlərindən biridir. Bu silsilə iki yerə ayrılır. Birincisi 1887-ci ildə Parisdə işlənmiş və vazada Günəbaxanların yerə səpələnmiş əks etdirilmişdir. Parisdə isə 1888-ci ildə Arles şəhərində və vazadakı Günəbaxanları təsvir etmişdir. Rəssam çiçəklərin solduğunu görərək onu dərhal çəkməyə başladı və Van Gogh boyanı birbaşa boya tübündən çıxaraq istifadədə kətan üzərinə tətbiq edirdi. Və mən özüm olaraq Van Gogh'un Azərbaycan kimi olaraq idealını belə, yəni ulduzlu gecəni belə təsvir etdim. Yəni yallı boya olmasa da belə akril boya ilə də çəkdim. Və onun Bakı formasında isə belə ideal gördüm. Şəkilli ulduzlu gecə əsərini görürük və görürük ki, bunu rəssam ölməzdən cəmi bir illəmi çəkmişdir. Rəssam 1890-cı il 29 iyul tarixində ölmüşdür. Ancaq bu əsəri 1889-cu il iyul ayında çəkmişdir. Keçək terasda Gecə kafesi. Gecə kafesi əsəri ulduzlu gecədən səmasına biraz görsənir. Bu əsər biraz qara fonda çəkili olsa da, bu sənətkarın ən məşhur əsərlərindən biridir. Bu da Küller Müller muzeyində saxlanılır.